Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu videoda mən sizinlə səməninin cücərdirilməsi, səməni halvasının hazırlanmasını paylaşıram. Bunun üçün buğda götürürük. Buğdanı tərtəmiz, zədələnmiş buğdalardan, çürük buğdalardan təmizləyirik. Səməni cücərtmək üçün mən 2 kiloqram buğda götürmüşəm. Buğdanı tərtəmiz təmizlədikdən sonra bir ayrı qaba boşaldıram və üzərinə su əlavə edib axar suyun altında tərtəmiz yuyuram. Sonra isə üzərinə su əlavə edib və ara bir suyunu dəyişdirmək şərti ilə 2 gün suda gözlədirəm. 2 gündən sonra yenidən axar suyun altında təmiz yuyub, suyunu təmiz süzüb 3 gün bu vəziyyətdə gözlədirəm. Və 3 gün müddətində də ara sıra suyun altında yenidən buğdaları yaxalamaq lazımdır. Budur, 3-cü gündür, artıq buğdalar cücərib. İndi isə yenidən axar suyun altında yuduqdan sonra qablara boşaldıram. Səmənləri qablara tökəndə də çox qalın tökmək lazım deyil, nazik tökmək lazımdır ki, yaxşı yetişsin. Bu qayda ilə buğdaların hamısını qablara boşaldıram. Bu arada değerli izləyicilərim, kanalıma hələ də abunə deyilsinizsə, abunə olub, videomu bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın. Videomu izləyən, bəyənən hər bir kəsə ayrı-ayrılığında təşəkkür edirəm. Videoda gördüyünüz kimi üzərlərinə süfrəni isladıb sərirəm ki, buğdaların üzəri qurumasın. Və hər gün buğdaları səhər-axşam mütləq sulamaq lazımdır. Birinci gün mən bu cür qabda sulayıram. Sonra isə axar suyun altında hər gün sulayıb sularını mütləq süzmək lazımdır. Sulu qalarsa çürüyüb xarab ola bilər. Və üzərinə sərdiyim süfrəni də hər gün isladıb nəm saxlayıram. Səmənlər mütləq qaranlıq, sərin yerdə saxlanılmalıdır. Əgər işıqda qalarsa səmənlər yaşıllaşar və halvamız da acı olar. Budur, səmənlər artıq hazırdır, yetişiblər. Gördüyünüz kimi çox gözəl də altını da göstərirəm. Altı da çox ağdır, gözəldir. İndi isə bu səmənləri mən axar suyun altında yuyuram və videoda gördüyünüz kimi səmənləri xırdalayıram. Xırdaladıktan sonra ət maşınından və ya blenderdan keçirmək lazımdır. Mən bu dəfə səmənləri blenderdan keçirdirəm. Xırdaladığım səmənləri blenderin qabına əlavə edirəm. Blenderdan keçirdiyim səmənləri bir qabın içərisinə boşaldıram və qalan səmənləri də eyni qayda ilə hamısını blenderdan keçirdirəm. Səmənlərin hamısını blenderdan keçirtdim. İndi isə üzərinə su əlavə edirəm. Suyun qədərini də açıqlama bölümündə qeyd edəcəyim. Nə qədər buğdaya nə qədər su tökülməlidir, halva bişirəndə nə qədər un tökülməlidir, hamısını açıqlama bölümündə qeyd edəcəyəm. Bu qayda ilə öncə aşüzəndən keçirdirəm. Üzərinə su əlavə edib yaxşıca buğdaları suyunu sıxıram. Bu proses çox uzun prosesdir, onun üçün tezləşdirmişəm və bir hissəsini çəkmişəm. Budur, səmənlərin suyunu sıxdım. Bu sıxılmış buğdaları da toyuqlara və yaxud da ağacların dibinə tökmək olar. İndi isə səmənin sularını bir daha süzgəcdən keçirdirəm.
Burada süzgeç iri gözlü olduğu için tam da temiz çıkartmadı. Onun için yeniden xırda gözlü süzgecdən keçirtdim. Gördüğünüz kimi süzgecdə qalıqlar qalır. Bu prosesi mütləq etmək lazımdır. Budur değerli izləyicilərim, səmənin suyu artıq hazırdır. İndi isə mən burada 6 litr su götürmüşəm və 1 kiloqram qara un götürmüşəm və 1 kiloqram ağ un. Nə qədər un istifadə etdim, nə qədər un qaldısa sonda biləcəksiniz. Qazandakı sudan biraz qabın içərisinə əlavə edirəm və un qatıb çırpıcı ilə yaxşıca qarışdırıram. Unu birdən suyun içinə əlavə etmək olmaz. Az-az undan, hər iki undan əlavə edərək qarışdırıb həll etmək lazımdır. İndi isə qazandakı suyun içərisinə əlavə edirəm. Budur, yaxşıca qarışdırdım, ancaq yenə də içərisində undan düyünlər qalır. Bunun üçün yenidən süzgecdən keçirtmək lazımdır. Yenidən qazanın içərisinə əlavə edirəm. Artıq xəmirimiz hazırdır. Bu qatılıqda olmalıdır. İndi isə sizə artıq qalan unları göstərirəm. Mən tərəzidə ölçdüm. Hərəsindən 100 qram un artıq qaldı. Hərəsindən 1 kiloqram un götürmüşdüm. 100 qramı artıq qaldı. Qazın üzərinə qoyuram. Əlimi çəkmədən bu cür qarışdırıram. Üzərinə yığılan köpükləri də yığıb götürmək lazımdır. Bu bişirmə prosesi də çox uzun prosesdir. Saatlarla vaxt alır. Onun üçün çox da uzatıb sizin vaxtınızı da almaq istəmirəm. Sonda
bişən vəziyyətini də çəkib sizə göstərirəm. Gördüyünüz kimi artıq səməni halvamız hazırdır. Çox gözəl alınıb. Rəngi də, özü də çox gözəldir. Bildiyiniz kimi qazan dolu idi mən hazırlayanda. Buradan idi. İndi isə demək olar ki, yarısı qalıb. İstəyə görə səməni halvasına ləpə də əlavə edirlər. Mən sadə hazırlamaq istədim. Artıq qazı söndürüb səmənini ocaqdan götürürəm. Gördüyünüz kimi, dəyərli izləyicilərim, səməni bişirmək çox uzun, zəhmətli və səbr tələb edən bir işdir. Sonda nəticə isə çox gözəl olur. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Allah hər kəsin ruzisini bol bərəkətli eləsin. Videomu da bəyəndinizsə, xoşunuza gəldisə, bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun.